Bizdə kabab bişirəndə çox vaxtı köz təndirin içərisində çox saxlayanda o əti yandırır. Yəni alışma gedir, baxırsınız ətinizi qoymusunuz, təndirdə artıq alışma getdi, kabab yanmağa başladı. Bu kabab yanmasın deyə birinci növbədə odun tam şəkildə yanmalıdır, tam şəkildə köz düşməlidir. Ondan sonra əti qoymalısınız. Çox vaxtı közün üzərinə duz da səpə bilərsiniz ki, yəni alışma olmasın. Duz səpəndə yəni köz alışmır. Belə bir aksessuar da var ki, mağazamızda paslanmaz metaldan, belə kömür çəkən kömür dağıdandır ki, təndirin içindəki həmin o közü sağa sola belə çəkə bilərsiniz, dağıda bilərsiniz ki, yəni köz təndirin qıraqlarında olsun, təm ortada olmasın. Çox gözəl, keyfiyyətli, paslanmaz metaldan bir aksessuardır. Bunun bir dənə ağız hissəsi qarışıq nejdir, incilvari, yəni maqnit tutur, amma qalan yerləri çubuq hissəsi olsun, qulp hissəsi olsun, təmiz paslanmaz metaldır. Qiyməti də çox münasibdir. Sizə də əgər bu cür təndir aksessuarı lazımsa, istər bunu kamində də istifadə edə bilərsiniz. Kamində közü dağıtmaq üçün, qırmaq üçün. Rus peçlərində bu qapaqlar ki var, bunların külünü təmizləmək üçün də belə salıb çəkə bilərsiniz. Həmçinin dediyim kimi təndirdə də istifadə edə bilərsiniz. Qiyməti çox münasibdir. Mağazamız Saray qəsəbəsində yerləşir. Kargo vasitəsilə də çox ucuz qiymətə çatdırılma edə bilər. Kimin sifarişi var, zəng edib və WhatsApp-a yazıb öz sifarişlərini verə bilər.